Sen mənə oyatmağa mı gəldin? Yoxsa sadəcə uzanmağa mı gəldin? Hə, pişiyim. Günaydın. Sabah xeyir. Good morning. Luna geldi, məni oyatdı. Biraz da yattım kızlar. İndi yeniden durdum. Bu arada kanalıma çok hoş gelmişsiniz. Uyan da sen de. Sen ben bəs bayağı oyattın. Yine family yola salonda səhər yeməyi yedik. Buradan size bir şey göstereceğim. Bundan eğer almamışsınız ve almak istəyirsinizsə almayın. Ben bunu hiç beğenmedim. Bunun yaşıl zeytunlu olanını yemiştim. O daha qəşəng idi. Bu elə bir ki, siz necədir? Bir zeytunları koymuşsan suya, qətiyyən 1 qramda duz yoxdur da dadında. Bilmirəm, bəlkə duzsuz sevənlər xoşlaya bilərlər, amma zeytunun öz dadını da çox da bəyənmədim. Bunu ilk dəfə idi sınıyırdıq. Arada mən belə şeylər sizlərlə bölüşürəm də, bəyəndiyim, bəyənmədiyim nəsə belə məhsullar. Dünən famil işdən gələndə 2 dənə belə dark şokolad alıb ki, belə qara şokolad ki, brownie bişirərsən. Çünki bir ara mən köhnə evimizə tez-tez brownie bişirirdim və famil çox bəyənirdi onu. Nəysə, dünən aldı, gətirdi. Bugün əgər axotum olsa bişirəcəm, olmasa da ki, hələ gözləyəcəklər. Bu zamanlar ümumiyyətlə mən meyvələrin dadını normal ala bilmirəm. Ümumiyyətlə bu şaftallar var, tüksüz, nektarin deyirlər, nə deyirlər. Bunların dadı ümumiyyətlə yoxdur da. Deyim sizə, yetişməyib, yox, yetişib. Bir dənə bəyəndiyim bu yassı şaftallardır. Bunların dadı həqiqətən şirinliyi də var, dadı da var. Amma ümumilikdə mən hələ elə bir meyvə yeməmişəm ki bu yay. Deyim ki, ayda bunun dadı çox qəşəngdir də. Qarpız da hələ yeməmişik, almamışıq evə. Çünki uşaqlıqdan yeməm ağlımda qalan bir şey var ki, ata həmişə deyirdi ki, avqustda yemək daha yaxşıdır. Xüsusən də iyulun 20-sindən sonra. Bir səhv eləyəsən, özü belə çay istəsən, nəsə belə şirniyyat qoyasan. Bir səhv eləyəsən, bu pişik də qaçıb gələ bura. Mən gərək sənə həmişə o bir otağa atım, sonra gəlim oturum stolun üstündə mən nəsə yiyəm, içəm. Kızlar, düşünürəm bu şkafa bir əncam qılmaq, əl gəzdirməyin vaxtı gəlib çatıb. Çünki biraz çox qarışıq deyim. Burada 2 dənə gödəkçəm var, dəri gödəkçəm. 2 dənə burada toy paltarım var. Burada da çantalarım var. Mən normalda bu hissəni komple belə çantalara ayırmışdım da. Sonra gətirdim, dedim ki, nəyə boş qalıb. Buralara bir şeylər astım. İndi mən düşünürəm ki, bunları zaten mənim bir dənə də şkafım var. Orada ancaq üst geyimləri var. Gedim aparım qoyum ora. Bunlar burada niyə qalıb? Ona yıkıldı. Hiç dayanmırsan da ona göre yıkılırsan. Deyəm, bunların cibinə baxaq. Pul çıxsa elə sevinərəm. Mənə baxaq. Mən həmişə, aha, qızlar pul var. Nə qədərdir? 20, 40, 60, 70 qəpik. Allah bərəkət versin. Başqa cibi yoxdur. Deyəm, bundan 70 qəpik çıxdı. İndi buna baxaq. Bundan bir dənə salfetka çıxdı. Bir dənə də, bunu axtarmışam mən neçə vaxtı. Mən də deyirəm ki, hardadır, hərəsi bir dərəyə girir. Heç nə qızlar, bu qədər, 70 qəpik. Bu şkaf mənim üst geyimlərim olan şkafdır. İndi açım sizə göstərim. Əslində bir dəfə vlogda göstərmişdim. Bu yazıq bədbəxt olub. İşte qapının qırağında belə şey var idi, mıx idi, nə idi. Ona ilişdi və bir belə şey çıxdı, ipi çıxdı. Hələ də onu düzəltməmişəm. Üst hissədə bu tərəfdə pencəklərimdir, amma bəzi pencəklərin içində 2 dənədir. Yenə də bizim bir problemimiz veşilkanın çatmamağı, amma artıq veşilkamız çoxdur, gərək bunları ayırım. Çünki axırıncı dəfə Pinduoduo'dan almışdım. Üst hissədə bu tərəflər deməli pencəklərdir, amma bütün pencəklərim burada yoxdur. Mən maraqlıdır, görürsən hardadır. Nəysə, söhbətimiz onda deyil. 2 dənə tüklü belə üst geyimim var. Aşağıda biraz qalın olanlardır, kurtkalar, bir də belə köklərim var. 2 dənə kutkalardır, balonkalar. Belə bunları belə bir şəkildə yerləşdirmişəm və düşünürəm ki, həmin kutkaları da gətirim bu hissəyə asım. Məncə qızlar
qızlar belə daha yaxşı oldu. O otaqda yox, burada olsun, hamısı bir yerdə. Qızlar, Türkiyədən aldığım heç bir şey göstərməmişəm, amma bunu mütləq göstərmək istəyirəm sizə. Bunu bacım oğlu üçün almışam. Əslində hələ 1 yaşı olmayıb, amma mən biraz böyük aldım ki, rahat-rahat geyindirə bilsin. Tam da belə məlumatım yoxdur açığı. Uşaq paltarlarını nə cür alırlar, amma mama ilə danışdım, amma dedi ki, biraz böyük aldı. Yəni 12-18 aylıq. Mən də belə 18 aylıq almışam da. Hə, 86 sm almışam. Çox şirin bir takımdır. Belə bir şey. Bir də bacım qızı üçün də almışam, onu da sizə göstərim. Qızlar, bacım qızı, bizim gözəl Aylamız. Ayla ilə mənim bir dənə vlogum var. O sentyabrdan Bakıya gedəcək. Ona görə belə payızda geymək üçün, aslında qışa da bəlkə geymək olar. Elçənimdən belə bir kutka aldım. Çox şirindir. Nə baxın. Çox qəşəngdir. Feng Shui'yə görə və eyni zamanda bu enerji ilə bağlı olan inanclara görə evdə istifadə olunmayan, yəni uzun müddətli yerindən tərpətmədiyiniz əşyalar evdə enerji axınının qarşısını alır. Bu da öz nəticəsində evin havasını və enerjisini ağırlaşdırır. Grader'dən belə bir çantam var. Bir dəfə də olsun taxmamışam da. Belə qara bir çantadır. Bunu mənə Famil almışdı. Hələ bir dəfə də olsun bunu heç yerə taxmamışam. Çox qəşəng çantadır. Çox bəyənirəm əslində. Bir ara deyirdim ki, ayda qara çantam yoxdur. Famili mənə sürpriz eləmişdi ki, qara çanta almışdı. Əslində daha balaca alsaydı, minimalist olsaydı, daha çox istifadə edə bilərdim. Biraz mənə iri gəlir bu. Ona hər şey yaxşıdır. Yəni getmirsən fikrə. Bilirəm ki, sizə maraqlı gəlir belə şeylər. Ona görə açıram, bağlı heç nə qalmasın. Bu mənim su qabımın çantasıdır. Yəni su qabı üçün çanta almışam. Hay Allah. Belə bir çantadır ki, bunu almışdım ki, idman falan eləyəndə, yürüyüşə çıxanda su qabımı bunun içine qoyarım. Bir də çanta falan daşımaram. Su qabımı da əlimdə daşımaram. Temudan almışım. Mesela çox keyfiyyətli bir şeydir, çox qəşəngdir. Amma hələ bunun bəxti açılmayıb bu yaz. Bu mənə hədiyyə gəlmişdi. Qaynanamın padruqası ya qonşusuydu, mənə hədiyyə göndərmişdi. Bunun etiketi etiketi qalıb burada. Bunu niyə saxlayıram? Bunu ataq. Bir dəfə deyəsəm mən bunu istifadə eləmişəm. O da bilirsiniz necə tələm-tələsi toya gedəndə lukuma uyğun idi deyə götürmüşəm. Onu görürsünüz heç zəncirini belə açmamışam. Bu da elə təzə kimi qalıb. Amma çox qəşəngdir. Bunu çox bəyənirəm. Belə dəri çantaları bu parçaların içində saxlamağı sevirəm. Mənə görə elə bilirəm ki, yəni bunun daha səliqəli qalır. Bunu çox sevərək almışdım. Bunu amma heç istifadə eləməmişəm. Burada neçə dənə çanta var. Bu belə parça çantadır. Görürsünüz, leopar, sanki şey oxşuyur. Cinsli, cins şalvar. Bu da onun bir cibidir. Belə bir şeydir. Böyük bir şeydir. Aslında açılanda böyük olur. Mən bunu gəl bazara zada belə. Əslində, bunu mən dənizə apara bilərəm bu il. Allah. Dənizə gedəndə qızlar inşallah dənizə gedərik. Sizin üçün dəniz vlogla çəkərəm. Bunu da içini açmıram. Başqa ölkələrdən aldığım şeylər var. Eko çantalar var. Onun başımızı xarab eləməyim. Burada da 2 dənə eko çanta var. Bu eko çantaları gərək mən bir yerə yığım. Baxın buradakiləri deyirəm. Bir yerə yığım. Sonra bunu Temudan almışdım. Belə bir klaçdır. Toy üçün almışdım. Amma heç istifadə eləməmişəm. Qızlar belə bir şeydir. Baxın içi belədir. İçəsinə genişdir. Çox qəşəngdir. Çox belə cool durur da adamın əlində. Çox bəyənirəm bunu. Birinci kursda oxuyordum deyəsən bu çantanı Minisudan alanda. O vaxt Minisu təzə açılmışdı hələ Azərbaycanda. Sonra burada 2 dənə qara çantam var qızlar. Biri belə çantadır. Biri isə belə çantadır. Bunu da heç taxmamışam, amma çox qəşəngdir. Bunu Temudan almışdım, yadımdadır. Bunu o qədər bəyənərək almışdım. Bunu da amma heç taxmamışam. Gərək belə lukuma uyğun olsun ki, taxımda. Bunu şeydən almışdım, Temudan almışdım və çox sevərək almışdım. Sonra stoku nə qədər adam məndən istədi bu çantanı. Videoda göstərmişdim, linkini qoymuşdum. Sonra amma stoku tükəndiyində bilməm, bəlkə də o var. Bunu yanımdadır. Deyəsən Frankfurt olmalıydı elə. Şeydən almışdıq, Stradivarius'tan almışdıq. Full 1 manat.
Ay da gəl ciblərinə baxım şeylərin, çantaların. Elə sevinirəm qızlar. 1 manat da olsa, nə bilim 20 qəpik də olsa görəndə çox sevinirəm. Da yoxdur. Əsəbləşdim. Bu da Stradivarius'tan aldığımız çantada. Bununla çox istifadə eləmişəm. Dəhşətli dərəcədə çox. Qızlar, bu bir çantalarım da var. Qorxmalına. İndi mən bunları necə yerləşdirəcəm bilmirəm. Bu axırıncı dəfə aldığımdır. Bunu da heç istifadə eləməmişəm. Mini minnoş bir çanta daha. Geçen vlogda da size göstermiştim. Bu belə eləmişdi. İndi də belə eləyib. Hara gedirsən? Hara gedirsən? Niyə gizlənirsən? Nə işlə məşğulsan? Çantalarımın bir hissəsini, yenə də hamısını yox, bura belə yığmışam. İstəyirəm bunların da şəklini çəkim ümumilikdə ki, kapak fotoğrafına qoyacağım. Buna dağıtmadan olar. Risk getdi yeməyə. Bu pişiyi mən başa düşə bilmirəm. Yaxşı yenuş. Evdəki enerji baxımından mənim özüm nəyə diqqət edirəm, onları sizə deyəcəm. Cütlü yatağıdırsa, yəni subay deyilsinizsə, evlisinizsə, cütlü yatağının bazalı olmaması daha yaxşıdır. Bazalı olsa belə içinə çox şey qoymayın. Çünki yatdığımız yer bizim ən çox elə enerji depoladığımız yerdir və yatağın altında çox əşyaların toplanması da həm sizin enerjinizə, həm də ki münasibətin enerjisinə mənfi təsir göstərir. Evdə sınıq, qırıq əşya əsla saxlamıram. Əslində bir çox şeylər də var, onlarda sizə danışacağam. Qızlar, max belə bir şey yığa bildim. Yenə də yer dars qaldı. Yəni dars qaldı deyəndə ki, əslində çantaları yığmaq üçün bir dənə də bundan olsa, alsam Temudan, ikinci bura gəlsə, məncə buradakı bu görüntü var, səliqəsiz görüntü, bu aradan qalxacaq. Ev işi gördüm, dedim gəlin bir şey atışdırım. Axşama sonra başlayacağım indi yemək bişirməyə. Düzdür, bu zeytunları sevmədim, amma yenə pul vermişik. Dedim 2-3 dənə qoymayayım. Bu qarğadalda qaynadılmış qarğadalda sadəcə olaraq belə kəsib qoymuşam. Nəysə qızlar, bunu yeyim, gedirik sizlə bir yerdə axşama yemək bişirməyə. İlk dəfədə belə bir şey baş verir ki, çəkdiyim videonun səsi yoxdur. Halbuki üstündə mən danışmışdım. Sizin üçün səsləndirim. Deməli, axşama spagetti bişirəcəm, amma ilk dəfədir ki, bu reseptlə eləyəcəm. Mən pastalardan qaymaqlı olanları daha çox sevirəm. Famil isə əksinə tomatlı olanları. Bir video gördüm. Orada deyir ki, yəni İtalyan reseptidir bu deyilənə görə. Həm tomat olacaq içində, həm də ki bu qaymaqdan. Təkcə tomat olmayacaq qızlar. İçində pomidor da vuracağam. İndi burada uzun-uzadı danışmışam. Döşəti, qaymaq, tomat, pomidor, spagetti və s. Gəlin indi başlayaq. 2 gün bundan öncə bir yemək bişirdim. Adı badımcan sırdağıdır. Cənub mətbəxinin yeməklərindən olan bu badımcan sırdağını biz Lənkəranda olanda mən bir neçə dənə restoranda axtardım, amma tapmadım. O vaxtdan elə ağlımda qalmışdı və heç vaxt da yeməmişdim. Qızlar, necə dadlı bir şeymiş. Özü də indi badımcandır, pomidordur. Bunların vaxtıdır. Əsl elə etməli vaxtdır. Açığı mən YouTube'da 3-4 dənə videoya baxdım. Hərəsi də bir cür bişirirdi. Bu videolara baxıb yeməyin əsas məğzini başa düşdüm qızlar. Elə bu videolardan hərəsindən bir şey götürdüm və çox qəşəng nəticədə bir badımcan sırdağı bişirdim. Çox heyif ki, həmin günü vloglamırdım, yoxsa sizin üçün də çəkərdim. Amma gələn dəfə bişirsəm, mütləq sizin üçün də çəkəcəm. Bu arada, əgər mənim izləyicilərim arasından Lənkərandan ya Cənub zonasından olanlar varsa, badımcan sırdağını məncə hamıdan yaxşı onlar bilir. Mütləq şəkildə reseptlərinizi necə bişirirsinizsə, rəylərə yazsanız çox sevinərəm. Mənim gözəl, canım izləyicilərimin bir çoxu mənə yazırlar ki, nə olar vloglarınızı uzun eləyin, qısa olmasın. İnanırsınız qızlar, bəzən heç özüm də bilmirəm ki, vlogun uzunluğu nə qədər alınacaq. Çünki məsələn çəkirəm, amma gəlirəm edit deyəndə, yəni videonu montaj eləyəndə o qədər qısaldıram ki, qısaltmaq da deyəndə, yəni 10x-a qoyuram, tez-tez işləri görürəm. Bir də görürəm ki, mən çəkdiyim video 10 dəfə qısalıb. Maksimumuma çalışacağım ki, bundan sonra sizin üçün uzun vloglar çəkim. Amma görürsünüz ki, sözümün üstündə dururam və tez-tez vloglar atmağa başlamışam. Zəhmətimi, əziyyətimi dəyərləndirən hər bir izləyicinin Allah Taala köməyi olsun və sizin də zəhmətiniz yerdə qalmasın. Bir şəxsin belə kanala abunə olmağı, videonu bəyənməyi bəlkə sizə görə sadə bir şey kimi gələ bilər, amma bizim üçün çox önəmlidir. Əslində baxdığım videoda qaymağı tam olaraq tökürdü, yəni bütün qutunu boşaldırdı, amma Famil sırf yəni bunu sevmədiyinə görə mən yarısını tökdüm.
Yemək yeyərkən mən Familə dedim ki, bunun içində qaymaq da var. O şoka düşdü. Heç inanmadı ki, onun içində qaymaq var. Yəni qaymağın dadı adamı vurmurdu, amma dadını çox ləzzətli eləmişdi. Spagettiləri bu sosa əlavə eləyəndən sonra 2 çömçə də suyundan əlavə eləyirəm. Mən qızlar, yeməyimi bişirdim. Yine deyirəm biraz özümə baxam. Famil gələcək, o da mənim özümə baxsın. Düzdür qızlar, maksimum elə çox bir şey eləməyəcəm indi üzümə. Mən indi bayaqlarım rəylərə baxırdım, rəylərə cavab verirdim. Gördüm ki, xanımın biri yazıb ki, izləyici. Yazıb ki, bəs üzünüz çox pürüzsüzdür. Bəs üzünüzü hansı baxımları eləyirsiniz, nələr eləyirsiniz? Mənlə də bölüşün, bizlə də bölüşün, sizə belə bir şey. Mən də onu demək istəyirəm ki, qızlar, mənə elə gəlir ki, ümumiyyətlə mən belə düşünürəm, bilmirəm sizin fikirləriniz necədir? Mənə elə gəlir ki, ümumiyyətlə bu arada rice tunerin bitir. Ümumiyyətlə nə qədər üzə şey eləyirsən elə, maskalar elə, nə bilim, cürbəcür baxımlar elə, genetika öz rolunu oynayır. Genetika öz sözünü deyir. Yəni mən üzümə çox şey çəkən biri deyiləm. Vur tut 2-3 dənə məhsulum var ki, bu dəqiqədə baxsaz, mənim termomun üstündə həmişə bu məhsulları görərsiniz. Bunlar da hansıdır? Bu rice tonerdir. Bunun da 50 dəfə danışmışam. Çox bəyənirəm. Qutu qutarmışam da qızlar. Məndə elə bir məhsul yoxdur ki, deyim ki, qutu mən qutarmışam. Sonra məndə nəmləndirici. Nəmləndirici məndə çox mütləqdir. Çünki mənim dərim qurudur qızlar. Ona görə mütləq nəmləndirici istifadə edirəm. Bir də indi yay ayı olduğuna görə SPF-im var termomun önündə. SPF-dən hər gün istifadə edirəm. Yəni çölə bayıra çıxanda bitdi getdi. Yəni ki, baxım məhsullarından ancaq bu qədər. Bu yaşıma gəlib çatmışam. Adi çiska nədir ki, mən onu getməmişəm. Çünki mənə lazım olan o təmizləmə işlərini mən özüm görə bilirəm. Ona görə qorxuram. Deyirəm, şükür Allaha, normaldır da. Yəni nə ehtiyac var ki, gedim orada hər hansı bir prosedura pul verim və onu elətdirim. Siz oradan görmürsünüz, amma ki rice tonerlə silən kimi üzümdə bir dənə parlaqlıq olur, özü o qədər yumuşaq olur. Bir də siz nə hissi gəlir adama, sanki üzvü çiska eləyiblər də, belə dərin təmizləmə. Çox qəşəng, çox bəyəndim. Bu telefon kabrosunu belə çıxartdım. Özümlə danışırdım. Sonra dedim ki, qoy elə vloqa çəkim. Vloqda sizlərlə bölüşüm öz fikirlərimi. Deməli, bu 13 Pro telefonu mən özümə hədiyyə almışdım. Bilirsiniz nə vaxt almışdım? Normal pul qazanmağa başladığım vaxtlarda almışdım. İlk çox pul xərclədiyim özümə şeylərdən biri bu olub. Sonra səyahətlərim olub. Sonra nə bilim, başqa şeylər olub ki, özümə normal pul xərcləmişəm. Qazanıb xərcləmişəm. Və o vaxta qədər mən həmişə wish listim var idi. Arzu belə manifest kimi şeylər eləyirdi. Wish listində hər bir şey deyirdi ona, arzu xəritəsi, nə bilim nə. Orada həmişə qoyurdum ki, belə iPhone-um olsun, nə bilim 3 kameralı. Onda yoxum idi və qoyurdum ki, amma pulum da yox idi açığı bunu almağa. Mən heç vaxt evdən istəyən biri olmamışam da. İstəsəydim bəlkə də onlar mənə alardılar. Bəlkə də yox alardılar, əminəm. Telefon mənim üçün çox dəyərlidir, çox əzizdir və kim ki həqiqətən zəhmət çəkir, əziyyət çəkir, mütləq ki Allah Taala onun qarşılığını verir. Heç vaxt çəkilən zəhmət yerdə qalmır. Dəstəkləyirsən Luna mənə. Loni, mənə bax da. Baxmaq istəmirsən. Hal-hazırda isə qızlar işlətdiyim telefon budur. Bu da 16 Pro'dur. Məndən həmişə soruşurlar ki, çəkilişləri hansı telefonla eləyirsiniz? Baxın qızlar, bununla eləyirəm. Bundan hələ ki razıyam, razı olmağına. Amma mənə elə gəlir ki, ümumiyyətlə bütün iPhone-larda bir müddət işlədəndən sonra nəsə eləyirlər və keyfiyyətini, çəkiliş keyfiyyətini falan aşağı salırlar. Mən artıq bunu da hiss eləməyə başlamışam. Qızlar, mən sizə söz vermişdim ki, hər dəfə sizə göstərmədiyim şkaflarımdan, onların içində nələr var, qutular və s. göstərəcəm. Bu dəfə istəyirəm ehtiyatda nələrim var, yəni zapasda ehtiyatda nələrim var, onları sizə göstərim ki, nələri alıb atmışam. Bilirəm çoxunuza maraqlıdır belə şeylər, ona görə bunları dedim ki, çəkim. Bir dənə rice tonerim var, bunu hələ heç açmamışam, bağlıdır belə.
budur. Daha sonra burada həm də dərmanlar da var. Bir də onu deyim ki, qızlar, burada PR paketlər yoxdur. PR paketlərdə gələn yeni məhsullarım var. Onlar başqa qutudadır. Onları da başqa vaxt sizə göstərərəm. Belə bir balıq yağım var. iHerb-dən almışam. Isana'nın bu deo kremi var. Bunu hələ açmamışam. 2-dən almışdım. Hələ çox bərəkətli məhsuldur. Hələ birincisini bitirməmişəm. Bu bitirmişəm. Qutu kimi qoymuşam burada qalıb. Buna fikir verməyin. Sonra belə bir Rimma'nam var. 05 nömrədir. Sonra 3 dənə burada nə az nə çox Misha'nın BB kremləri var. Sizə rənglərini deyim. 23 nömrə, 21 nömrə, bu neçədir? Bu da 23. 2 dənə 23'üm var, bir dənə də 21'im var. Bunları da siz hardan almışam, atmışam elə. iHerb-dən almışam. Endirmə düşəndə elə başqa vaxtlarda alıb atmışam ki, onsuz istifadə edirəm və istifadə tarixlərini də hələ var. Misha'nın BB Boomer'ı. Bunu əslində açmışam, istifadə eləmişəm, sadəcə qoymuşam bura. Daha sonra həmişə istifadə elədiyim mənim nəmləndirici, həm də qiyməti çox münasib, quru dərilərin belə deyim də vaz keçilməzi Cetaphil. Bundan da bir dənə var. Hal-hazırda da işlədirəm. Bunları heç istifadə eləməmişəm. Hələ qoymuşam burada qalıb. DM-dən aldığım dərmanlardır. Bunun içində həm vitamin B1, B6, B12, nə bilim, şeydə var, folik asid də var. Bunu əslində famil üçün almışdım. İndi hələ başqa şey içirdi deyə başlamadı. Nəysə, D vitamini var. Ən aşağı dozası da 2000'lik dozadır. Aşağı deyəndə 1000'lik də var. Bu 2000'likdir. Sonra mənim ən belə sevdiyim diş macunu, bunu da iHerb-dən götürürəm. 9 manatadır səhv eləmirəmsə. Çox qəşəngdir qızlar. Bunun içində flor yoxdur. Luna eləmə. Hay Allah. Buna baxın, pufikimi görün nə günə qoydu. Dırnaqlarını bildiyiniz əməlli itilədi. Həm keyfiyyəti çox qəşəngdir, tərkibi əladır, eyni zamanda ağartma xüsusiyyəti də var. Belə bir şey. Bir də ki, qızlar, buraları dağıtdım, tökdüm. Bir də burada deyirsiniz nə əlaqə. Amma gəlib təzə köçəndən elə bura qoymuşam, dəyişməmişəm yerlərini. Sizə demişəm də mənə siyirməli, mütləq şəkildə şkaf lazımdır. Şkaf deyəndə ki, bir də sizdə komodlar olur, belə siyirməli. Bunlar təzə corablardır, hamısı. Bu nə bilim, bunun içində həm də bundan da var. Pilates corablardır, təzə. Bu da təzə corablardır, paçkalar qalıb, bu belə. Bunlar hamısı təzə corablardır, heç açılmayan. Bunları da belə yığmışam. Yadınızdadırsa, keçən vlogda demişdim ki, gələn vlogda sizinlə bir yerdə gedəcək rəsm ləvazimatlara satılan yerə. Oradan al qırmızı olar bu. Yox, al qırmızı deyil bu. Nəysə. Al qırmızı rəng almağa, amma ki sonra fikirləşdim ki, bir dənə bu istidə al qırmızı rəng üçün niyə çölə çıxım? Ona görə dedim ki, ən yaxşısı gələn dəfə rəsmə getməmişdən əvvəl biraz tez çıxaram evdən, gedərəm o boyanı alaram, sonra da gedərəm rəsmə. Keçən vlogda Luna ilə başlamışdım. Dedim bu vlogda da Luna ilə sonlandıraq. Luna əsəbidir. Bişiyim. Nəysə, Luna qaçdı, Lunaya fikir vermirik. Sizin hər birinizi çox sevirəm. Özünüzə yaxşı baxın. Gələn vloglarda görüşərik. Hələlik.